Bu xəbəri mütləq sizinlə bölüşməliyəm. Çox maraqlıdır. Yəni metroda qiymətin qalxması, nə bilim, tıxacı falanı demirəm, sıxılığı demirəm. Orada deyir, belə insanlar arasında bir qəribə hal yaşanıb. Musiqi səsləndiriblər. Ah, İstanbul, İstanbul. Bəli, bir neçə gündür ki, Bakı metropoliteni 28 may stansiyasının platformasında müxtəlif musiqilər səsləndirilir. Metropolitenin bu addımı pozitivliyi hesablansa da səsləndirilən mahnılar arasında həm də xarici musiqilərə üstünlük verilməsi sərnişinlər arasında bir mənalı qarşılanılıb. Bizim də sərnişinlər qəribədir. Xarici musiqi səslənəndə deyir istəmirik. Sırf xalq mahnıları səslənəndə deyirlər yo aracıda bir xarici musiqi də olsun. Yəni çox qəribə heç bir də görsək doğrudan da nə istədiyimizi bəzən özümüz də bilmirik. Publikası xəbər verir ki, vətəndaşlar bununla bağlı narazılıqlarını dilə gətiriblər. Belə ki, ötən günü 28 may metro stansiyasının platformasının Sarı Gəlin xalq mahnısı səsləndirilsə də, bu gün səhər saatlarında, yəni ondan sonraki gündə Türkiyənin Ah İstanbul musiqisinə yer verilib. Elə narazılıqlar da bundan sonra başlayıb. Əcnəbilərin bu istifadə etdiyi ictimai nəqliyyatda Azərbaycan mahnıları deyil, həm də xarici ölkələrin musiqilərinin təbliğ olunması tənqidlə qarşılanıb. Sərnişinlərin çoxu Azərbaycan paytaxtı Bakıda İstanbulla bağlı musiqinin səsləndirilməsi doğru addım hesab etmirlər. Məsələ ilə bağlı Bakı metropoliteninin qapalı səhmdar cəmiyyətə müraciət olunub. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bizim mediaçılğımasında sözü gedən yeniliyin səbəbini səs və aidiyyatı texniki qurğuların yoxlanılması ilə əlaqələndirilib. Olur axı belə adı mikrofonu yoxlayanda toyda, ad günündə harda deyirsən ki, bir-iki sözdür, o da ya deyir salam, ya deyir bir-iki. Bunlar da yəqin deyir ki, o qurğular yoxlanılanda musiqi səsləndirilib. Qurumun rəsmisi İstanbulla bağlı səslərin musiqi münasibəti isə belə olub. Əsas odur ki, zövqü korlayan bayağı heç nə yoxdur. Heç bir musiqi parçasının xüsusi səbəbi yoxdur. Doğrudan da əgər burada bizdə də qaynana mahnısını qoymayıblar, qudaları qoymayıblar, yeznə mahnısını qoymayıblar. Mən bəzən görürəm, YouTube'da mahnılar yerləşdirib, bəzi reklam şirkətləri. Michael Jackson mahnı oxuyur, arada kəsirlər, görürəm ora qoyublar. Orada hansı reklam bizim müğənnilərdən bir mahnını ifa edir. Kürəkənim, baldızım, qaynanam, gəlinim, nə qədər ay mənim polis yox. Bir başqa bir mahnı var, polisə yazılmış deyə bir xanım oxuyurdu. Öz sevgilisi polisinə. Sonra onu işdən azad etdilər falan da. Çox qəribədir ki, belə mahnılar Michael Jackson oxuyur. Arada kəsirlər bizim müğənnilərin mahnısını ora qoyurlar. Onsuz da əzizlərim, o reklam şirkətləri var ha. Biz o mahnını dinləyəndə həmən Azərbaycanın məhz elə səviyyəli mahnısı gələndə həmən üstündən biz ötürürük, yenidən dönürük istədiyimiz musiqiyə.